Salam hörmətli tamaşaçılar, OTV-nin qızıl onluğundasınız. Bu dəfəki qonağımız Real Partiyasının sədri Natiq bəy Cəfərlidir. Natiq bəy, xoş gördük. Xoş gördük. Natiq bəy, son vaxtlar sosial şəbəkələrdə əsas narazılıqlardan biri də qazilərə və müharibə veteranlarına verilən 80 manatla bağlı narazılıqdır. Sizcə hökumət həmin məbləğin artırılması ilə bağlı uzun müddətli niyə tərəddüd eləyir, səbəblər nələrdir? Mən bildiyim qədərilə səbəb say məsələsidir. 176 mindən biraz çoxdur müharibə veteranlarının sayı, 80 manat müavinət alanların sayı və onların müavinatının kəskin artırılması üçün kifayət qədər böyük məbləğdə vəsaitə ehtiyac var. Ona görə də hökumət tərəddüd eləyir. Halbuki heç olmasa məsələn 50% artırsa, 120 manat olsa, ona təqribən 200 milyona yaxın vəsait lazım olacaq il boyu. O qədər də böyük vəsait deyil, altından çıxmaq olardı. Amma mən belə başa düşürəm ki, hökumət düşünür ki, 50% artırsam belə yenə 120 manat olacaq. Yenə azdır. Yenə narazılıq olacaq yenə ki, 120 manat da azdır. Bizim təklifimiz nədir? Mən bunu haqqda çox danışmışam. Mən düşünürəm ki, həmin bizim qələbənin və memarları olan, bizim dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpasında mühüm rol oynamış həmin insanların bir başqa cür onların təşviq olunmasına ehtiyac var. Məsələn, işğaldan azad olunmuş torpaqlarda onların hərəsinə pay torpağının ayrılması məncə ən yaxşı çıxış yolu ola bilər. O 80 manat verməkdənsə, hər birinə 10 sot, 15 sot, 20 sot indi baxır torpaq belə deyək də həcminə. Onların hər birinə mülkiyyət hüququ ilə birlikdə torpaq sahəsinin ayrılması məncə həm dövlətin onlar qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi, həm də xalq olaraq bizim hamımızın onlar qarşısında olan borcumuzun yerinə yetirilməsi ilə bağlı bir addım olar da. Yəni bu qədimdə türk ənənələri var idi, qılınc haqqı deyirdilər. Yəni torpaqlar azad olunursa, orada həmin torpaqların azad olunmasında iştirak edən şəxslərə pay verilirdi. Və o torpaq payının verilməsi mənə elə gəlir ki, bu 80 manat məsələsini bir dəfəlik bağlaya bilər. Yəni o 80 manatı ödəməkdənsə, hansı ki, böyük narazılığa, alan da narazıdır, eşidən də narazıdır, insanlar da narazıdır. Onu verməkdənsə bunu ləğv edib, torpaqların işğaldan azad olmuş torpaqlarda hərəsindən məsələn 10-15 sot torpaq sahəsinin ayrılması və onlara da həmin torpaq sahəsindən istədiyi kimi istifadə etmə hüququnun verilməsi mənə elə gəlir ki, bu məsələni kökündən həll edə bilər. Natiq bəy, son vaxtlar sosial şəbəkələrin, ümumiyyətlə cəmiyyətin əsas narazılığından biri də uşaq pullarının verilməməsi ilə bağlıdır və bir çox deputatlar hesab eləyir ki, bu sadəcə mümkün deyil. Soruşmaq istəyirik ki, mümkün olmayan nədir? Çünki xarici ölkələrdə bu cür praktika mövcuddur və tendensiyalar nədən ibarətdir? Gələcəkdə bu mümkün ola bilərmi? Yox, hər şey mümkündür. Hər şey istəkdən və strateji xəttdən asılıdır. Azərbaycanda rəqəmsal olaraq danırsaq, 2.700.000 uşaq var. Yəni 0-18 yaş arası bizim vətəndaşımız var. Bu da az deyil də, ölkənin 1/4-idir az qala. Və burada problem nədir? Problem odur ki, bizdə doğuş kəskin azalır. Məsələn, 91-ci ildə biz yeni müstəqil olanda əhali sayımız 7,4 milyon idi. O vaxt 192.000 uşaq doğulub Azərbaycanda. İndi keçən il, yəni artıq 10 milyonu keçmiş əhali, amma keçən il doğulan uşaqların sayı 103.000-ə çatmadı heç. Bu il isə 100.000-ə çatmayacaq. Çünki ilk 10 ayında 88.000 doğuş sayı. Yəni bu o deməkdir ki, ölkədə ciddi demoqrafik problem var. Doğulan uşaqların sayının azalması, kəskin şəkildə azalması Azərbaycan üçün böyük problemdir. Yəni hökumət buna bir lütf kimi yox, hansısa bir addım kimi yox, sosial siyasət kimi baxmalıdır uşaq pulunun verilməsinə, dəstək proqramlarına. Çünki bu artıq dövlətin strateji təhlükəsizlik məsələsinə çevrilir. Yəni bizdə doğuş sayı azalırsa, demoqrafik problemlər varsa, biz proyeksiya eləməliyik. Dövlət 1 illik, 2 illik düşünməməlidir. Axı dövlət ən azı 15, 20, 25, 30 illik proyeksiyalar eləməlidir, planlar qurmalıdır. Biz görürük ki, bu proyeksiyalarda Azərbaycan əhalisinin sayı kəskin azalacaq. Və bu da bizim qarşımızda duran bir çox məsələlərin həllində ciddi problemlər yaradacaq. Əhali qocalacaq, kəskin şəkildə bir 10 ildən sonra, 15 ildən sonra o qocalan əhaliyə təqaüd verə bilməyəcəyik. Çünki altdan gələn dalğa, o həmin onların təqaüdünü, yəni o nəsillər sayının az olduğuna görə o təqaüdü işləyib o böyük nəsil, yaşlı nəslə verə bilməyəcək. Deməli, uşaq pulu məsələsi bir sosial layihə kimi yox, artıq ölkənin təhlükəsizlik məsələsi kimi baxılmalıdır və onun verilməsi üçün
ilkin addımlara ehtiyac var da. Ola bilər ki, birdən-birə 2,7 milyon uşağa hamısına vəsaitin ayrılması böyük bir büdcəyə yük yarada bilər. Amma addım-addım gedə bilərik də. Məsələn, ailələr birinci uşağı özləri planlayır. Yəni, ata, ana, nənə, baba, hamı əksinə, hamı gözləyir ki, nə vaxt birinci uşaq dünyaya gələcək. Yəni, ona hazırlıq olur, maddi hazırlıq da olur. Hətta öncədən paltarına qədər alırlar. Yəni, bu insan, ailələr birinci uşağı özləri planlaşdıra bilirsə, ola bilər birinci uşağı hələlik qoyaq qırağa, müvəqqəti. İkinci, üçüncü, dördüncü bu uşaqlara artıq uşaq pulunun verilməsi, müəyyən yardımların olunması daha məntiqli olar. Məsələn, ilk addımda ikinci uşağa 100 manat, əgər biz düşünsək, 100 manat müavinat düşünsək hər uşağa, ikinci uşağın sayı bizdə 9.000-dən biraz çoxdur. Məsələn, onlara vermək olar. O da təqribən 1 milyarda yaxın il ərzində vəsait eləyir. Yəni, onu dövlət büdcəsi qaldıra bilərmi? Çox rahatlıqla qaldıra bilər. 1 ildən sonra, 2 ildən sonra artıq ikinci uşağı da, üçüncü uşağı da ora qatmaq olar. Dördüncü uşağı, beşinci uşağı. Bu bir yoldur. Mənim xoşuma gələn yol bununla yanaşı vətəndaşlar üçün elə bir rifah halı yaradılmalıdır ki, insanlar daha çox işləməli və daha çox pul qazanmalıdırlar. Heç buna ehtiyacı qalmasın. Yəni, uşaq puluna ehtiyacı olmasın. Özü planlaşdırsın. Dünyada çox belə mübahisəli məsələdir. Deyirlər ki, insanlar əksinə qərbdə məsələn varlandıqca, yaxşı yaşadıqca dünyaya uşaq gətirmirlər. Bu çox yanlış teoriyadır. İstənilən milyarderlərin və yaxud da milyonçular, tanınmış milyonçuların ailəsinə bax. Bill Gates dünyanın hər yerində deyirdi ki, doğuş sayını tənzimləmək lazımdır, azaltmaq lazımdır. Özünün 6 uşağı var, ya 5 uşağı var. Elon Musk'ın 8-dir, 7-dir, bilmirəm, uşağı var. Yəni, bu görürsən ki, onlar əksinə düşünürlər də. Yəni, insanların maddi rifah halı yüksəldikcə, özləri artıq daha çox uşaq dünyaya gətirib, daha çox uşağa baxmaq istəyəcəklər. Yəni, buna görə də uşaq pulu verilməsi bir xəttir, bu olmalıdır. Amma mənim xoşuma gələn xət, insanların maddi vəziyyətinin yaxşılaşdırılacaq addımlar atılmalıdır. Yəni, rifah yüksəlməlidir, gəlirlər artmalıdır. Nəticə etibarilə də heç uşaq puluna ehtiyac da qalmamalıdır. Natiq bəy, son vaxtlar cəmiyyətdə əsas narahat verici problemlərdən biri də bəzi şəxslərin Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün şimal qonşumuza üz tutmasıdır, müəyyən pulların verildiyi deyilir. Ümumiyyətlə, bu həm tək dövlət üçün yox, həm də cəmiyyət üçün bir həyəcan siqnal olmalıdır. Həm dövlət, həm də ki, cəmiyyət olaraq bu cür halların qarşısını necə ala bilərik? Ümumiyyətlə, buna qarşı vahid mübarizə mexanizmi mövcuddurmu? Buna belə bir nəzarət etmək çox çətindir də. İnsan əgər durur, bilet alır, Rusiyaya gedirsə, deyir, bazarda işləməyə gedirəm, məsələn. Yəni, dövlət buna neynəsin? Qarşısını mı kəssin? Mümkün deyil. Ona görə də daha çox insanları inandıracaq, insanları düşündürəcək, belə deyək, ciddi bir sosial dalğalara ehtiyac var. Yəni, tanınmış insanların çıxışlarına, onların həyat təhlükəsinin olacağına. Amma bir tərəfdən də düşünməliyik də. Düşünməliyik ki, niyə Azərbaycan vətəndaşı həyatını riskə atıb, Rusiyada gedib, müqavilə ilə bağlayıb döyüşə getmək istəyir? Niyə? Bax, bu sualın cavabı və o sual əsnasında tapılacaq həll yolları həmin məsələnin də qarşısını kəsə biləcəkdir. Yəni, burada iş tapa bilsəydi, qazanc tapa bilsəydi, hansısa dolanışıqla bağlı problemi olmasaydı, heç kim ölümə getməz, açığı. Rusiya-Ukrayna savaşında iştirak etmək üçün Azərbaycandan gedən şəxslərin bəzilərinin vətən müharibəsi iştirakçısı olduğu deyilir. Onlara dövlət tərəfindən verilən vəsait o qədərmi azdır, qane eləmir ki, onlar xaricə, hətta Rusiya üçün, Rusiya torpaqları üçün döyüşməyə üz tutulur? Yəni, birincisi, Rusiyada doğrudan da çox yüksək vəsait ödənilir. 1 milyon rubl müqavilə bağlayan kimi verirlər, hər ayda 206 min rubl maaş verirlər. Və Allah uzaq eləsin, bizimkilərdən Allah uzaq eləsin, necə deyərlər, o birisilər özləri bilər. Həyatını itirəndə də təqribən 7 milyon rubla yaxın vəsait ailəsi alır. Yəni, verilir, doğrudan verilir. Yəni, bu dəqiqə onun üstündə dava gedir elə Rusiyada. Ailələr var ki, məsələn, kişi həlak olub, yoldaşı ilə qaynanası da, yəni həlak olan anası məhkəmələrdədir. Yüzlərlə belə iş var o pulun üstündəki. O pul kimə çatacaq? Atasına, anasına mı, yoxsa ailəsinə mi çatacaq? Yəni, belə işlər çoxdur, var.
Amma cəlbediciliyin qarşısını almaq üçün o deməkdir ki, Azərbaycanda da elə bir fürsətlər, imkanlar yaranmalıdır ki, onlar Azərbaycanda qalıb işləməyə daha çox üstünlük versinlər. Natiq bəy, çox sağ olun, dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Sağ olun. Buyurun, sağ olun.